Şiələr 3 dəstədirlər. Bəli, İmam Baqir Əleyhissalam buyurur ki, şiə 3 dəstədir. Birinci dəstə budur ki, bizlə zinətlənərlər. İmam Baqir ağa buyurur ki, birinci dəstə bizlə zinətlənərlər. Şiə kimi tanınarlar, amma əməlləri yoxdur. İkinci dəstə budur ki, bizi özlərinə çörək ağacı ediblər. Dolanışıqları üçün bizim adımızdan istifadə edərlər. Üçüncü dəstə budur ki, əsas dəstə budur ki, şiə budur ki, nə edirlər? Ən çətin vaxtlarda, ən çətin zamanlarda bizləndirlər, bizim yanımızdadırlar. Nə zindandan qorxmazlar, nə meydandan qorxmazlar. Nə Amerikadan, nə İsraildən. Nə düşməndən qorxmazlar, nə də başqalarından qorxmazlar. Onlar elə əsas şiədirlər. Onlar elə Peyğəmbərə, Əhl-i Beytə yaxın olanlardılar. İnsan baxır, birinci, ikinci, üçüncü dəstədənsən. Hansını alsan?